ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hücumlara başlayan gərginlik artıq 6 həftədir ki, davam edir. Tehranda Hürmüz boğazı faktiki olaraq bağlanıb. Bu strateji marşrutdan əvvəllər gündə təxminən 130 gəmi keçirdisə, indi bu rəqəm kəskin azalaraq tək rəqəmli səviyyəyə düşüb. İslamabadda keçirilən danışıqların nəticəsiz qalması isə yaxın vaxtlarda vəziyyətin sabitləşəcəyini ümidləri təəssüf ki, azaldır. Amerika Birləşmiş Ştatları İsrail və İran qarşıdurması fonunda İranın faktiki bağladığı Hürmüz boğazında gəmi keçidləri kəskin azalıb. Mart ayında dəniz yolu ilə neft daşımaları hətta Covid-19 pandemiyası dövründən də aşağı səviyyəyə düşüb. Aprelin 8-də Birləşmiş Ştatlar və İran arasında İsraili də əhatə edən 2 həftəlik müvəqqəti atəşkəs razılaşması əldə olunsa da bu uzun çəkməyib. İsrailin Livana hücumları davam etdirməsi və Tehranın atəşkəsin pozulduğunu bildirməsi boğazdakı fasilələrin uzanmasına səbəb olub. Eyni zamanda İslamabadda keçirilən danışıqlar da nəticəsiz başa çatıb. Təxminən 21 saat davam edən görüşlərdə tərəflər nə boğazın açılması, nə də İranın nüvə proqramı ilə bağlı ortaq mövqe tapa biliblər. Bu isə regionda gərginliyin azalacağına dair ümidləri daha da zəiflədir. Tərəflərin hərbi qərarları, siyasi qərarları bilavasitə neft qiymətlərinə təsir edəcəkdir. Məhz bu faktora görə dünyanın aparıcı maliyyət təsisatlarının strateji araşdırmalarla məşğul olan və bütün dünyada qəbul edilmiş beyinlərin belə proqnozları nəinki tez-tez dəyişir. Səhər bir proqnoz verilir, günün sonunda tamamilə fərqli bir proqnoz verilir. Çünki bütün bu qərarlar hər hansısa bir iqtisadi kontekstdə əsaslanmır. Qərarları deməli, əsaslandıran faktor bilavasitə siyasi hərbi qərarlar. Məlumata görə bu vəziyyətdən ən çox nəhəng VLCC tipli neft tankerləri zərər görüb. Mart ayında onların daşınma göstəriciləri kəskin azalıb, bir çox gəmi isə faktiki olaraq fəaliyyətsiz qalıb. Aprelin 8-nə olan məlumata əsasən Fars körfəzində 73 VLCC tankeri qeydə alınıb. Onlardan 58-i limanlardan çıxa bilmədiyi üçün bölgədə ilişib qalıb. Bu isə dünya üzrə bu tip donanmanın təxminən 6,3%-nin bloklandığını göstərir. Buna baxmayaraq Hürmüz boğazından asılı olmayan marşrutlarda daşımalar davam edir. Aframax tipli tankerlərdə artım müşahidə olunur. Suezmax isə sabit qalır. Ümumilikdə mart ayında dəniz yolu ilə neft daşımaları 13,7% azalıb. Mütəxəssislər hesab edir ki, təklifin azalması fonunda qlobal bazarda neft qiymətlərində artım meyli güclənir. İstənilən zaman baş verən bu konfliktin güclənməsi və yaxud da digər bir fazaya keçməsi bazarlarda yenidən kəskin qiymət artımlarına gətirib çıxardacaqdır. Böyük ehtimal ki, bu dalğalanmalar bir müddət davam edəcəkdir və bu dalğalanmaların məntiqi nəticəsi olaraq təkcə qlobal neft bazarları deyil, neft və digər enerji məhsullarından xammal kimi istifadə edən sənaye məhsulları, logistik xərclər, risklər, sığorta qiymətləri və digər istiqamətlərdə böyük ölçüdə təsirlənmələr baş verəcək. Ekspertlərin qənaətinə görə bazarın gələcək dinamikası məhz aprel ayında daha aydın görünəcək. Mütəxəssislər bildirir ki, əgər alternativ marşrutlar itkiləri kompensasiya edə bilməsə, xüsusilə Hürmüz boğazından asıllıq nəzərə alınmaqla qlobal enerji bazarında dalğalanmalar davam edə bilər. Mələk İnqilablı, ATV Xəbər.